Yeni klinika və mərkəzi Neftçilər xəstəxanasının yaxınlığında yerləşən piyada keçidlərində eskalatorlar işlək vəziyyətdə deyil. Bu problemdən ən çox əziyyət çəkənlər isə əlbəttə ki, tibb müəssisəsinə üz tutan pasiyentlər, yaşlılar və sağlamlıq imkanları məhdud şəxslərdir. Bəs problem niyə həll edilmir? Əsas sual da elə budur. Dünən qızımı gətirmişdim, təngi nəfəsli, xəstədir, Balinsaya gətirmişdim. Çox əziyyət çəkdi. İnan ki, dedim biraz yolda dayanaq. Bu plankənə çıxınca 2 dəfə otura-otura çıxmışıq. Xətai rayonu Yusif Səfərov küçəsi Mərkəzi Neftçilər xəstəxanası yaxınlığında yerləşən yeraltı piyada keçidinin hər iki eskalatoru işlək vəziyyətdə deyil. Tibb müəssisəsi yaxınlığında yerləşən bu keçiddən hər gün çox sayda yaşlı və sağlamlıq problemi olan şəxslər istifadə edir ki, elə bu problemdən də ən çox onlar əziyyət çəkir. Çünki həmin şəxslər də mənim kimi keçidə özləri düşüb qalxmağa məcbur olur. İnvalid adamıq da, çıxıb düşmək çətindir. Bu ayaqlarım işləmir, çıxıb düşə bilmirəm. Yaşlı adamlar üçün işləməlidir də bu. Bu da işləmir. Biz cavanları bir tərəfə qoyaq, amma yaşlı insanlara vəbşə çətindir. Xəstələr var, çıxa bilməyənlər var. Paytaxtın Nizami rayonu Yeni klinika yaxınlığında yerləşən yerüstü piyada keçidində də oxşar vəziyyət hökm sürür. Piyadaların sözlərinə görə çox vaxt bu keçiddəki eskalatorlardan biri çalışsa da digəri çalışmır və bu da onlara çətinlik yaradır. Çox narahatçılıqdır da. Oradan o tərəfdə də işləmədi, burasıdır biz qalxanda. Bu tərəfdə də düşəndə işləmədi. Yəni yaşlı qadınlar, insanlar da var. Dedi biz də cavan deyilik. Son bir həftədə 2 dəfə, 3 dəfə gəlmişəm. Ən azı 1-2 dəfə bura işləmir. Həmişə çalışmaq söhbəti yoxdur. Ya bura, ya o tərəf baxırsan ki, nəsə problem olur. Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən deyildi ki, paytaxt və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün dövlət proqramına uyğun olaraq müxtəlif səviyyəli piyada keçidlərində nasaz eskalatorların, liftlərin və elektrik pandusların təmiri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılacaq. Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirildi ki, hal-hazırda Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan sözügedən eskalator və mexanizmlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yenilənəndən sonra balansa qəbul ediləcək. Aysu Qayıbova, Rafiq Hüseynov, ATV Xəbər.